hal-hazırda avarların yaşadığı Mazıq kəndinin üst tərəflərində 3-4 evdən ibarət olan bir ərazidəyik. Burada olma səbəbimiz isə həmin evlərdən birində yaşayan multikultural ailədir. Lakin həmin ailə fərdlərinin hansı xalqlardan ibarət olduğunu isə birazdan evə girəndən sonra öyrənəcəyik. Gördüyünüz bu ailə Əmirşanovlar ailəsidir. Ailənin başçısı Mütəllim bəy milliyyətcə avar. Onun həyat yoldaşı Güləndər xanım isə İnqiloydur. Mütəllim bəyin dediyinə görə, o, dədə-baba qaydası ilə 20 il bundan qabaq İnqiloyların yaşadığı qonşu kənddə toy mərasiminə qonaq olub. Elə orada görüb bəyəndiyi Güləndər xanımla ailə həyatı qurmaq niyyətinə düşüb. Biri avar, digəri isə İnqiloy olan və fərqli dillərdə danışan bu insanların necə ünsiyyət qurduğunu Güləndər xanım belə izah etdi. Çətinlik görmədik də, dillərimiz ayrı olsa da. Azərbaycan dili bizi birləşdirdi, avarı, İnqiloyu, Azərbaycan dili birləşdirdi. Daha gözəl oldu ailəmiz, şükür Allaha, çox qəşəngdə. Bugünə kimi də problemsiz bir həyatımız var. Avarlarla İnqiloyların təkcə dilləri yox, həm də adətləri fərqlidir. Əmirşanovlar deyir ki, ənənələrin fərqli olması zaman keçdikcə onların həyatını daha da rəngarəng edib. Ailənin xanımı deyir ki, ilk vaxtlar bu fərqlilik müəyyən çətinliklər də yaradırdı. Amma bir müddətdən sonra hər şey elə qaydasına düşdü ki, sanki həmişə belə olub. O vaxtı bəlkə biz evlənəsi vaxtı yaşlı nənəm vardı. Bəlkə bir nənlik görürdü, deyirdi, sən avara girdisən, olar mı, var mı belə bir şey? Amma sonra hamı razılığa gəldi. Bunu da gördülər, tanış oldular, hamının xoşuna gəldi ki, hər adətə uya bilir. Yəni rayonlarımız başqadır, amma adətlərə bir-birimizə uya bildik də, bacardıq. Əmirşanovların 3 qız övladı var. Atalarından avar, analarından İnqiloy, təhsil aldıqları məktəbdə isə Azərbaycan dilini mükəmməl öyrənən bu xanımlar, həmçinin valideynlərinin mənsub olduğu xalqların adətlərinə də yiyələniblər. Əsasən hansı dildə danışdıqlarını soruşanda isə elə vaxtlarımız olur, məsəl üçün atamın anası Azərbaycanca çox az bilir. Məsəl üçün onunla görüşəndə, onunla danışanda avar dilindən istifadə edirəm. Amma belə evdə, belə tanışlarımızla Azərbaycan dilindən istifadə edirəm. Əmirşanovlar ailəsində, o cümlədən Mazıq kəndindəki digər ailələrdə də qonaq olarkən gördük ki, bu insanlar arasında birlik, mehribançılıq hökm sürür. Biz də bu mehribançılığın daimi olması arzusu ilə onlardan ayrılırıq.